Bugün çox müzakirə olunan bir sual üzərində düşünməmizi istəyirəm. Hicab təhsilə mane olurmu? Əslində məsələ təkcə hicab deyil, daha böyük bir sualdır. İnsanın əlindən inancını, adət-ənənələrini və onu ayaqda saxlayan dəyərlərini alsaq, o insan sağlam şəkildə ayaqda dura bilərmi? Bəzən deyilir ki, cəmiyyət yalnız təhsillə inkişaf edir. Bəs doğrudanmı təkcə təhsil bir nəsil yetişdirməyə yetərlidir? Əgər belədirsə, niyə məktəblərdə bu qədər zorakılıq, problemlər və faciəvi hadisələr baş verir? Niyə bəzən məktəblər küçələrdən daha təhlükəli görünür? Bu qədər problem içində tək müzakirə mövzusu hicabdırmı? 2021-ci ildə Türkiyədə bir hadisə baş verdi. Bir müəllim sadəcə dərsdə sakitliyi təmin etmək istədiyi üçün şagirdi tərəfindən bıçaqlanmışdı. Həmin müəllimənin həyat yoldaşı çıxışında çox vacib bir fikir söyləmişdi. Biz yaxşı həkim, yaxşı mühəndis yetişdirmədən əvvəl yaxşı insan yetişdirməyi planlamalıyıq. Doğrudan da düşünək. Zalım, vicdansız, amma savadlı bir alim kimə lazımdır? Cəmiyyətə fayda verməyən bilik nə işə yarayır? Bəziləri deyir ki, azadlıq hər şeyi etmək deməkdir. Bəs sərhədsiz azadlıq hissi ilə böyüyən bir gəncliyi nə ilə dayandıracaqsınız? Pul ilə, qanunla, qorxu ilə. Tarix göstərir ki, təkcə qadağalar heç vaxt uzun müddətli həll olmayıb. İnsanları köklərindən qopararaq, dəyərlərini zəiflədərək sağlam cəmiyyət qurmaq mümkün deyil. Çünki savadlı olmaq başqa şeydir, yaxşı insan olmaq başqa. Əgər məqsədimiz həqiqətən cəmiyyətə faydalı nəsil yetişdirməkdirsə, onda təkcə bilik yox, dəyər, məsuliyyət və vicdan da öyrədilməlidir. Yox, əgər bunları görməzlikdən gəliriksə, onda problem hicab deyil, problem daha dərindir. Sadəcə görmək istəmirik.